Hər vaxtımız xeyir. Bugün xüsusi təyinatlı baş gizir olan şəhidimiz Mehrab Müftəliyev haqqında qısa məlumatı ailəsi ilə birgə sizə təqdim edəcəyik. İndi isə biz gedirik şəhid Mehrab Müftəliyevin ailəsi ilə tanış olmağa. Getdik. Salam əskər. Ay, ne güzel bana bir. Salam, necəsiz? Çok sağ olun. Sağ ol kızım, yaxşıyıq. Bugün sizlə Mehrab Müftəliyev haqqında danışmaq istəyirəm. Aha, buyurun canım kızım. Buyurun kızım, buyurun. Mehrab Müftəliyev necə olub sizə? Mehrab zəhmətkeş, qayğıkeş, mehriban, sinif yoldaşları ilə mehriban, müəllimlərinə qarşı diqqətli bir uşaq olub, bir evlad olub kızım. O bugün olacağı işi sabaha hiç vaxt koymazdı da. Çok səliqəli, çok her şeyden başı çıkan bir insan idi. Her şeyden başı çıxırdı, her şeyden. Bak böyle bir insan idi. Bu hərbi xidməti bitirdikdən sonra mı qərar verdi hərbiçi olmağa? Mehrab əskərlikdə olanda, xidmətdə olanda dedi ki, papa mən istəyirəm ki, hərbidə qalım. Mən qaldım 2 yol arası. Dedim ki, Mehrab, mən sənə nə yox deyə bilirəm, nə hə deyə bilirəm. Və o hərbidə qaldı. Mehrab Müftəliyevin hərbiçi olmaq istəyini siz necə qarşıladınız? Çox gözəl, çox yaxşı. Çünki onun babası da 1941-45-ci illərdə müharibədə iştirak edirdi. O babasından müharibə haqqında çox maraqlanırdı. Saatlarla otururdu, babası danışırdı, o da diqqətlə qulaq asırdı. Bəlkə də bu həvəs ona babasından keçmişdi. Mehrab Müftəliyevin döyüş zamanı sizə danışan maraqlı əhvalatı olubmu? Bəli. Döyüş haqqında da o danışırdı. O adi həyatda da deməli göstərdiyi şücaətdən danışırdı. Bir gün bax elə burdaca bu divanda yanımda əyləşib mənə danışdı ki, mama, mən çimərliyə getmişdim deyir. Bir gün deyir istirahət günüm idi. Özümü deyir quma bastırmışdım, uzanıb yatmışdım. Gözüm yuxuya getmişdi. Birdən gördüm deyir ki, bir qışqırıq səsi gəlir. Tez deyir. Üstümün qumunu çırpdım yerə, durdum ayağa ki, nə olur? Deyir ki, 3 uşaq batır. Mən deyir, cəld suya cumdum. 2 uşağı deyir, biraz yaxında idi onlar. Onları bir suyun altından çıxartdım, getirdim bir sahilə, valideynlərinə təhvil verdim ki, siz bunları aparın. O bir uşağı isə deyir, uzaqda idi, o artıq batmışdı. Bu insandır elə bildir ki, nətər danır, nətər dedi o, mələk, göydən mələklər, mələk kimi gəldi, nə cür gəldi deyir. Bəlkə deyim, sahildə bir 1000 nəfər adam var idir, hamı gözün dikib ki, uşaq batdı. Bu adam deyir, cumub suyun altına, bu da yox oldu. Dedik deyir, o da batdı. Belə şübhələndir ki, bu da batdı. Mehrab. Bir də baxıb gördü, deyir ki, suyun altı ilə gəlib, uşağı gətirib çıxartdı, deyir, qırağa. Hamını deyir ki, deyir ki, indi hal-hazırda onun qohumları 8 kilometrdə yaşırlar. Deyir, bu insanı bir dəqiqəlik ancaqdır, bunu biz qucaqlayıb üzündən öpə bildik. Göy gözlü bir oğlan idi, deyir. Skor gəldi, uşağı apardı, hamımız getirdi uşağı dalıyca. İndi isə keçək sonuncu sualımıza. Mehrab Müftəliyevin sizə dediyi son sözünü xatırlayırsınızmı? son söz. Hə, o, mən Bostandan tezə qayıtmışdım, atası da yatmışdı burada. Ot çalımından gəlirdi, bərk istiydi hava. Gəldi ayaqqabı ilə elə şəkildə göründüyü kimi içəri girdi. Salam verdi, görüşdüm. Dedim ama, əynini deyiş, bir şəkil çəkək. Mən ona acıqlandım. Dedim ki, ay bala, bizim nə qədər şəkillərimiz var, şəkli nə edirsən? Mən bir isti küftə pişirmişəm. Yeyə qarnı doyuzdur, sonra çəkərək. Dedi, yox mama, gec olur, mənim 15 dəqiqə vaxtım var. Hə, mən əynimi dəyişdim, məni qucaqladı, şəkil çəkdik. Atasını da durğuzdu. Oyatdı atasını da, imkan vermədi ki, corablarını geysin. Dedi, papa, mən tələsirəm. Sonra ortada dayandı, ikimizi də qucaqladı, şəkil çəkdi. O şəkillər yuxarıda var, bax orada yuxarıda. Bu da, baxın, qızım, 3-cü şəkil. Bu tərəfdən, bu tərəfdən. 3-cü şəkil. Ayaqqabı ilə qalxdı yuxarı, otağına baxdı, çıxdı bağı seyr elədi, qonşuya baxdı, mindi maşına getdi. Bircə dənə bu sözü oldu ki, özünüzdən müğayət olun. O bir 15-20 metrə getdi, mən atası ilə
Elə qapıda dayanmışdıq, hələ içeri keçmədik. Gördük ki, maşını arxaya verə-verə qayıdır. Dedim, ay Söhrəm müəllim, nəsə yadından çıxıb, uşaq geri qayıtdı. Gəldi, düşdü maşından. Maşının qapısı açıq qaldı. Qaça-qaça gəldi. Biz yan-yana durmuşduq pilləkəndə. İkimizin də başını belə bir-birinə, həm onun üzündən öpdü, həm mənim üzümdən öpdü. Həm onun üzündən öpdü, həm mənim üzümdən öpdü. Bu onun Axırıncı axırıncı görüşümüz oldu bir dədir. Çıxdı bayır tərəfdən də bir dedi uşaqlardan bax, özünüzdən bax, müğayət bax, olun deyib getdi. Bu oldu. Bax, o axırıncı danışığım Mehrabla zəng gəldi, görün ki, bunun səsi bir təhər çıxır. Yox, gəlir. Dedim, Mehrab, sən deyirsən xəstəsən. Dedi, yox, Xopandan rahat olma, hər şey yaxşıdır. Hər şey yaxşı olacaq. Özünüzdən müğayət olun, narahat olmayın. Bunu da söndürdü telefonu. Yaralanan vaxt olur da. Döyüş vaxtı, döyüş Bax, gedirdi. ayağının ayağı da əldə. Yaralanan vaxtı. Dedi bu şəkildə. Mehrabı gətirdilər, 3 nəfər qoymayıblar, istəyib ki, bu bıçaq atsın, yarsın, özü çıxartsın bu qəlpəni bu boşluqdan. Qoymayıb yoldaşları ki, səni qan aparar. Gətirdilər mənə yanıma, əməliyyat edib çıxartdım mən qəlpəni ayağından. Müəllim sarıdım, bütün sarıdım, dedim ki, aparın palataya bir həftə bu istirahət eləməlidir. Durdu bu ayağa, qanı axa-axa silahı götürdü. Dedi, yox doktor, bəs tapşırıq var. Qəti tapşırıqdır, Şuşa alınmalıdır. Gəzə bilirəm. Şuşanı alaq, gələrəm müalicə eləyərsən, Qubaya gezməyə gedəcək. Bugün dəyərli vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun, çox sağ olun. Sağ olun, eyləmə. Gözlər, bunca qazilər, nə də gördüyünüz o faciələr. Üstündən nə qədər keçsə də izlər, heç vaxt yaddaşlardan silinməyəcək. Barıb qoxulu o yollar səni bəs nə vaxt qaytarar